xətti məhəbbət edən istəyir bərgərdən vura tərəf yağını. Yəni fikirlərim PlayStation çox oynur bu oyunçu. Müsəlləti olsaydı vəziyyəti Ağahi Motis olsaydı hətta gəl Raxintərin onun 5-6 metr fasiləsi var biləsin. Eləyə bilərdi rahat topu istop eləyə eləyə bilsəydi. Və şutla rahat mən fikirlərim 99 dərəcə qola vuraydı. Əslən o işi görməyəydi. Sən rədd olaydı. Topa dəyməsəydi davasına bir daha baxın. Mütəəssifanə bizim bir daha burada deyirlər ki, yuyulmamış qarşılığımız var. Ay Hamidillək. Skoçuz bombanı bir daha mürəbbi gəlir, etirazın yetişə davərə yetirər. Sizə nə rəbbi var? Ay Hamidillək burada nə qeyir? Bu əksdə mən bilmirəm. Sən çağırsan gələrəm mən. Sən yaşa Azərbaycan. Hər vaxtınız xeyir olsun. Bizim kanalımıza xoş gəlmisiniz. Traktorçular kanalı. Bütün traktorçulara aiddir. Bu videoda Fullad oyunun bərrəsi eləyəcək. Çox sağ olun ki, bizlə yol bilirsiniz, bizi subscribe edirsiniz. Əziz o dostlar ki, geçənki Asiya oyunumuza komment yazmışdılar. Mən onlara minnətdaram. Bu oyun odur ki, bilirdiniz, biz qonaqdıq Fulladın yerində. Və Fullad Arena vərzişgahında 6-cı Ligi Bərtənin həftəsini bərqüzar elədik. Və Bijəni Heydəri adında davərin qəzavəti ilə bu oyun bərqüzar oldu. Ərz olsun xidmətsə ki, tərkib əvvəliyyəni ərz edeyim və keçək oyunun təhlilinə. Havaşiz ki, axırda oldu. Ətmən bərrəs eləyəcək, bizlə yol bir olun. Və müsahibələr və amarlar da ətmən xidmətsə ərz eləyəcək. Bu oyun traktor həmişəki kimi əlbəttə bu əxir oyunlar ki 4-3-3 oynur. Hala bəzi saytda 4-4-2 də bunu yazırlar şematik çəkilir. Və mənim nəzərimə 4-3-3 yaxşı bizim o tərkibi göstərə bilər və o tərkibə çox da yaraşır biz demək olur oxşayır biz oynadığımız tərkib. Ki 4 dənə əvvəli və qollerimizi hifzsiz fikir əvvəli hala mən ərz edirəm. Onlar ki bilmirlər və şayət oyunu görməyiblər. Əlizə Beyranvənd ala qollerimizdir. Tıpkı 3-4 dənə əxir oyuncu məhrumiyyətdən qeydibdir. Sağda bizim Daniyalımız var. Amadə Tərim mən fikirəm oyuncudur. Traktorun hala çox yaxşı oynur və bahis oldu ki, hala onu istedim ayəndə də deyəm. Vəli hala burada sözü açıldı. Tim Milliyə də çağırılsın. Vəsətdə difalarımız üçün müşəxxəsdir. Sedlarla Şuca Xəlilzadədir. Və sol tərəfdə Nadiri bizə bizim sol difamız oynur. Tıpkı rivalı bu fəsl və oyunlar keçibdi 7-8 həftə. Və Nadiri sol tərəfdə difamız oynurdu ki, əxir bu oyunlarda da Nadiri fix oynurdu bizə. Onların qabağında tıpkı bu 2 dənə axir oyunumuz Posteronski Afbəş difai ya DF nəxşini oynurdu. Və olan o Posteronski'nin qabağında 2 dənə bizim təqribən yenə də o həmişəki oyuncular ki bu 3 oyunu vardılar. Mehdi Şiri və Odil Xamirbekov Özbək oyuncumuz. O vəsət hafbəklərimizi təşkil verdilər və onların qabağında bu oyun gələksi Asiya oyuncu Drojdeki yox idi, məhrum idi. Drojdeki qeydi. Bəs tərkibimizdə fikir edirəm axır oyundan bəs bu cür nəticə alırıq ki, bir dənə bizim dəyişiyimiz var tərkibdə. Və qalanı həman oyunculardır. Və o da Drojdekini oynamalıdır, İştirkalın yeyini. Haşim Necadının da Əmr Hüseyin görürsünüz. Qabaqda elə sabit fix yerlərindədir. Sağ solda. Və mürəbbimizdəki İskoçisdir. İndi gedək hərfin Fulladın tez hər zəsi xidmətdəki tərkibini eləməyim və gedək idaməsinə oyunumuzda bərrəs eləyək. Baxsaq bu məsələdə şairliyim ki, bu timin tərkibində neçə daha bizim qədimi oyuncularımız vardı ki, cəlibdir mənə. Təqribən bizim deportu ya oyuncular ki, da bizdən ayrılıblar, çoxu burada vardı. Ki, biri Hamidilləkdir, qolir ki, axırda haşiyələrini şairləyəcək, mütəəssifanə ədəbi yox, bir nəzakət bir adamdır. Mütəəssifanə tohin edib mürəbbimizə və məncə layiq, özünə layiq olan sözlər deyibdir, hərəkətdən can verib. Hala begzərim. Qabaqda Hamidləkin qabağında mən sevərdim əlbəttə. Oyuncu Nəbil Fəzil Əqzaq, bu ki bizim timdə oynurdu.
Oyunu ilə ikinci nömrənin Əli Neymətçi Piruzdan gəlibdi difa vəsətdədir. Məhəmməd Qureyşi də 24 nömrənin və sol tərəfdə axır oyuncu ki Piruzdan ayrıldı və Ədəmiri onu Yahya Qul Məmməd oynadıbdı sol difada. Qabaqlarında Sinan Mori idi. Sasənin Sarıcı yine bizim qədim oyuncu idi. Az da olsa Sakit İlhamı zamanı, bir də ki Denizli zamanı bizlə oynurdu. Sina Əsəd Beyci ki Piruzdan alıblar, oynadırdılar və Məhəmməd Rza Süleymani də 11-ci nömrə. Qabaqlarında da bir daha cavan oyuncu Yusuf Məzrəyi 20-ci nömrənin və Gustavo Blanco ki hamı tanır fikirəm. Onlar top futbolu İranı təqib edirlər. Ki İstiklalın deportusudur, o da İstiklal onu gətdi və sonra qaldı başlandı və axırda çox bir qolu israrla Fula da verdilər. Bu 11-12 mürəbbisi məşhur Yahya Qul Məmməd idi ki hamımız tanıyırıq. Hala gedək oyunumuzu bərrəs eləyək. Biz fikirəm eləyə bilərdik. Hala bunu qəblə gedək şey eləyək, bir xülasə ərz edeyim. Bu oyunda biz mövqeyiyyətlərimizdən cin istifadə eləməyəcəyik. İndi qabaqda görəcəyik ki, cinə mövqeyiyyətimiz vardı. Yəni bu bir daha bizim timdə epidemi olubdu. Və hala indi müşkülləmə nədir? Kadr fənnimiz gəh bunu rah həll edir. Məxsusən indi FIFA deyilərdi. Təqribən bir neçə gün, 2 həftəyə yaxın lig tətildir. Hətmən mən arzu eləyirəm inşallah ki, Ayis Qoçic və kadr fənni düzdür hala milli oyuncular əlində olmayacaqlar. Hala ilə əsli bizim 2 dənə demək olar ki, qabaqda oyuncularımız Haşim Nicad Hüseynzadə tim milliyə gediblər. İxtiyarında olmayacaq timin. Bəli, o birisi oyuncular ki, Krovat oyuncularımızda məxsusən iştirkali ki, vaqəən çox yaxşı mövqeyiyyətlər düşür biləsinə. Bəli, əmələn tutub tutmacası var. Yəni bir oyun görürsünüz, fövqəladə məsələn Əşrəbabın qabağında heç kəsin intizarı yoxdur. O gözəl şutu vura, boşdu məhəbbətə, bir dənə gözəl qol vurur. Bəli, elə oyunda məxsusən bu oyun Fəzrin qabağın oyunu və Əlvəttənin oyununda vaqəən müsəlləm balay 80-90% müvəffəqiyyəti ola bilər o topun vurması, yəni mövqeyiyyəti qolumuz. Gəlir məsələn əcib qərib hərəkətlərlə, məsələn Əlvəttənin oyunda yadınızda olsa ərz elədim. Çox aram bir daha zərbə ilə biz eləyə bilərdik, qola yetişək. Aram işləyəndə o hətta süzdürməyəcəkdi. Fəqət bu babətdən ki o güc ki verdi topa bir kəs hədd cürd verdi. Yəni top qalxdı göyə və dirə dəydi. Dərhal ki difa hətta gəl 3-4 metrində fasiləsində yoxdur. Və ona işarələrim gələn bu oyuna. Yenə bu oyunda da qabaqda indi ərz edəcəm. Mövqeyiyyəti ki vardı. Məsələn, bilmirəm, stresi çoxdur ya məsələn vaqəən amadəli azdır, bədəni yetirmir, məğzul əslə dəstur vermir. Hər halda bizim mövqeyiyyətlərimiz əldən gedir. Və bu bir daha müşküldür bizim timədə. Bu demək olmaz ki, bir daha onun bəd şansıq gətdik. Bəli, Misin qabağında biz onu deyə bilərdik. Fəslin əvvəli idi, taza oyunlar başlamışdı. Bəli də 6 həftə keçib. Biz Misin oyunda da deyək bəd şanslıqdır. Fəzrin oyunda da deyək bəd şanslıdır. Fuladın oyunda da deyək bəd şanslıdır. Asiyada Əlvəttənin oyunda. Və məncə bu bahananın da demək olar ki, qabı da olubdur. Mən qəbul eləmirəm şəxsən ki, o bir daha bəd şanslıqdır. Mən bunu təbir edirəm bir dənə müşkülə. Ərz bir xidmət ki, davərimizdə ki, ərz elədim ayı Bijəni Heydər idi. Ki biz ondan da elə yaxşı xatirəmiz yoxdur. Təəssüfən o davər ki bizim yaxşı xatirəmiz olur İran ligində çox azdır sahə. Şahid barmaq sahədən də olmaz. Saat 8-i bir rübdə də bu oyun bərqüzar olurdu. Bütün əhvazın havası hissi olar. Salmışlar biraz bevağa. Cümbürüzü Təbrizdə bu saatda heç vaxt bundan bu ələf ki fəs gedir qışa tərəf bu oyun bərqüzar olmayacaqdır. Fulat səy edir üçün öz meydanında idi. Tamaşaçının qüdrətindən istifadə eləyə, himayətindən, fişarından bizi təht fişar gələ belə oyunu da onlar elə yaxşı başladılar və bizim tim təht fişardı kamilən. Əvvəl dəqiqələrdi, onlar sağ tərəfdən bir dənə həmlə edirlər. Səy edirlər, bizim hala təhlil eləmişlər və düz təhlildir məncə. Topla yuxarı salsınlar bizim difalarımızın üstünə və kəllərlə, baş tərəqi ilə bizə mövqeyiyyət fərahm eləsin özlərinə və qol vursunlar. Ki baxsınız elə əvvəl səhnədə kamilən o cür ittifaq düşür. Ki xoşbəxtانه rədd edirlər və axır zərbələrin keyfiyyəti olmur. Hala bir daha kornel vermişik dəqiqəyə 2-dir. Yəni oyunu hələ oyunçular özlərini tapmayıblar.
Və onlar mənim nəzərimə hərbələr bu idi ki, əvvəl dəqiqələr bizə fişar gətirib bəlkə qol vuralım. Burada xoşbəxtanə baxın Korneli salırlar, əvvəl zərbə onları vururlar, yenə bir arı kəllər, bizim difa iştibah edir. Öz qolumuza tərəf zərbə vuruş idi, dəyər tirə xoşbəxtanə və axır zərbə ki xoşbəxtanə keyfiyyəti yoxdur. Zəhni asilər görürsünüz. Burada Cahalib 2 daha oyuncu o futbolista modeli bir-birinə zərbə vurdular. Hər ikisi ilə şut vuralı və zərbələr dəydi bir-birinə xoşbəxtanə. Yenə təkrarı səhnə ki, xoşbəxtanə şudan da o topu getmədi qolumuza. Elə bilər qolu podudur və Nadir də çox təsəllütlə burada top dəf elədi. Dəqiqə 15-dir. Yenə Fuladın həmləsi ki, olan mühacimlərin xətərli zərbə ilə bizim qolumuzu təhdid edir. Deyirəm, əgər çırpmasam Yusuf Məzrə həmin cavan oyunçular izlədim o idi. Dəqiqə 21-dir. Bizim əvvəl təqribən ciddi həmlələrimiz təşkil tapır. İşte Drojdek bu mövqeyi yaradır biləmizə. Məncə qəşəng pas verdi. Başından eləyə bilərdi Hüseynzadə. Hətta bəğəlindəki Kerim Postonskiyi də mövqeyə sahib eləyə ki, mütəəssifanə burada xodxahlıqla, zəif zərbə ilə top təqdim elədi qolu. Dəqiqə 25-dir. Yenə də bizə mövqeyə Haşim Necat. Bir daha burada mən yenə icazə versəz bəzi mövqeyə istərəm ki, oyunu bütün səhnə əlimizdən gedər, friz eləsək yaxşıdır. Bir daha burada friz eləyirik. Baxın bir Haşim Necat burada təqribən 4 dənə olan difası var baksından hala bir tıqqılı qabaqlığında. Və 4 daha da bizim mühacimimiz. Əgər uzaqdan gələn oyuncu idi, fikir edirəm, Şiiri olacaqdı, sağdan qaçırıb, baxsaz fikir versəz. Biz onunla hesablasaq 4 daha mühacim, 4 daha müdafi. Hala qol elədə ki, hesaba qoymuruq. Burada çox baxın Qozinə ki vardı Haşim Necadın. Çox mütənəvvi intixablar eləyə bilər. Məsələn, eləyə bilər sağında baxın çox böyük bir dənə fəza yaranıb Şiiriyə. Heç müdafiədə ora puşiş verməyibdi. Ay Haşim Necad pas vermiyorum təəssüfən. Baxın, o nisbət bir tərakümi ki, vəsəti difalarında var onların. 3 daha müdafiə kamilən dövrəliyiblər. Əgər çırıxmasam, bizim Hüseynzadə olar dövrəliyiblər. Çünki biləxərə Çinaqlar var, bürlü xətərnaş mühacimdir. Bəli, Şiirini kamil ötürüblər. Bəs burada necə istifadə edirik daha? Biz eləyə bilərdik Şiiriyi orada sahib tutub eləyək. Şiiri gələr, erişiyə çox böyük Haşim Necadın özü hala Drojdekdə izafələşsəydi, onlar bahis olacaqdı ki, 3 daha mühacimimiz orada mövqedə olar və dərsədə müvəffəqiyyət çox olar. Mütəəssifanə Haşim Necad nə Şiiriyə topu verdi, nə Hüseynzadəyə ki, düzdür məntümənlər biraz ağırdı onun. Və eləyə bilərdi mövqeyə sahib edir. Və bu tərəfdə Drojdeki yenə bir nəfər pres eləyib baxsaz məntüməndir və yapışıb biləsini. Və ona verməyi hala Drojdek eləyə bilməzdi mövqedə sahib tutulur. Çünki ehtimalı bu ki, müdafiə dəf eləyə vardı. Neyini nəzərə almışıq burada? İdaməyə səhnəyə baxırıq. Bəli. Bir dənə şut ilə ki, çox da zəifdir. Günə məsələn şutun keyfiyyəti olsaydı adam deyərdi şut. Mən şutuna müvafiqəm. Mən məsələn Əlvəhdənin oyununda mən dedim, kaş o qol elə biz şut vuraydık. Çünki ehtimalı çox yuxarı bu dəf eləyəcək, tək zərb tutamır topla. Və ribanda da eyni Spahanın oyunu eləyə bilərdi. Çox böyük mövqelərimiz var. Şut demədilər bizim oyuncular. Deyirəm bir dənə ya heç sifr oldu. Çox az düşdümüz. Burada da mən şutla müvafiqəm, amma bu şut yox. Şut ki vaqəən keyfiyyətli ola, mövqeət yarada. Bu bir daha əlavə pas verdilər ki. Mütəəssifanə bunu da bu halətdə biz əldən verdik. Həman müşkül ki bayaq ərz elədim xidmətçi. Budur səhnələr ərz edirəm. Mövqeətdə budur əldən verir Haşim Necad da. Tip o söhbət ki qabaqçı videolarda elədim. Keyfiyyəti keçən fəsli oynamır biləmizə. Bəli, həmçinin Tim Milliyə çağırılıbdır. Və Ləkdəki topu atır sağa. Ala idaməyə bəhs 27-ci dəqiqə. Yenə də fikir versəz, Santelli olar. Bəs burada yenə həman təşkilçi ki, Qol Məmmədi Dibas. Ulan kəllə vuranlar azdır, zəifdir. Topu Santelli edəcək. Burada oyuncular atır və onların oyuncular eləyən bir yaxçı baş və xoşbəxtanə və mövqeət əldən gedir. Dəqiqə 35 yenə biz bir dənə zərbə azad vermişik. Rəzzaqfur sol tərəfə verir və xoşbəxtanə burada eləyə bilirik. Dəf eləyək difalarımız. Bəli,
baxın burada yenə də bir dəst dayandıraq. Bizim burada necə topu müdafiə əldən verə? Gəl tocu olar. Hətta gəl budur ki, kənarələrə topu dəf eləyə və qoymaya ki, Moget. Çünki baxsaz onlar fişarcət ilə o deyirlər bazı pəsçiliyi topda. Yenə qeydirlər, topu alırlar və yenə hə fişarı qoyurlar bizim həmlərin üstünə, tabi ya iştibah difanın üstünə, tabi da difa iştibah eləyə və qola yetişəli olar. Və burada mütəəssifانه biz iştibah edirik, topu yenə təqdim edirik onlara, fişarı saxlayırlar və xoşbəxtanə ya kəm keyfiyyət sandından ki, gözü bağlı sandilədi oyuncuları. Top əldən verirlər. Bunların keyfiyyətlərinin azlığı bazı olur. Herifiyyətin məsələn Asiyonda şayət bu şəraitdə topu rahat əldən verməyər. Blanco dəqiq 47-dir ki, burada bir dənə poçt müəvvətə yenə biz icazə vermişik rahat qabağa açıq şut deyə və keyfiyyət olsaydı şayət bizə çox xətər yaradaydı. Bu demək olar şut axırı mövqeyiyyəti ki, Fulat və elə Kullan 2 əldən verdilər və 3 dəqiqədə vaxt zafiyyə var idi. Qutulub və 2 tim getdilər Rəxkənə. Biz xoşbəxtanə burada İskoçiz bu keçənki hala mən deməyim ləcbazlıq, hala deyim taşçı hər nə mən idamə vermədi və 46-cı dəqiqə, yəni Limidovun əvvəl dəqiqəsindən biz Tibor Həliloviçi də gətirmişik oyun istədim. Burada deyəm ki, 2-ci nimə biz Şiriyi çatdıq işə və Tiboru gətirdik onun yerinə. Və 55-ci dəqiqədə də qabaq dərc edəcəm Loşkiya gətirmişik. Xamerbokovun yeni, yəni 2 dənə halfback vəsətlərimizdə dəyişiklik oldu. Ərz olsun xidmət sizə ki, gedək 2-ci nimə baxaq topuna. Biz dəqiqə 50-də istəyirik bir dənə həmlə edək. Baxın bir. Mütəəssifانه burada Xamerbokov topu 3 dənə mühacim olan tüm fişar gətirib biləsinə bara verir, topu low verir. Və bir dənə çox həssas fəzada mövqeyiyyət yaranır olan oyuncular. Baxın, 4 dənə həmləvər olurlar bizim qola tərəf və həman müşkülü ki, Haşim Necadın şutun vaxtı bu da həman müşkülünə müzahid xoşbəxtanə əlbəttə bizə müvazı olur və top təqdimi Beyran verdi. Dəqiqə 63 bir dənə əcib qərib avudla onlar yenə də bərnamələr otu dəsti idi. Gətirirlər, salırlar bizim difaların üstünə, yəni müəvvətlərin üstünə və topu ki biz dəfə edirik, hala xətti müəvvətədən istəyir bərgərdən vura tərəf yəni fikirəm PlayStation çox oynayır bu oyuncu. Dəqiqə 66-dir. Məncə bir daha çox yaxşı olaraq mövqeyiyyəti vardı, təmin şut idi varən. Bu çox həssas və şans gəldik ki, burada o mühacimi ki hədəfidir, top yaxşı düşmədi yəni. Burada fikirəm Əmiri idi ki, rıxmasam. Bir dənə Kornel salır bizim sol tərəfdən və müəvvətənin eşiyini heç kəs təqribən kəsməyibdir bir dənə oyuncunu və olan oyuncular gəlir. Top çox xətərnak şəkildə qolun üstündən vurur eşiyə. Ki burada da biz yaxşı eləyə bilməmişdik mənim tümənliyə. Bir daha gözəl səhnə yarandı. Dəqiqə 73-dür. Burada ərz elədiyim kimi 55 cəhd olub və Loşkiya gəlib meydana bu dəqiqələrdə. Bir dənə bizim xoşbəxtanə ribandadakı topu dəf elədilər. Loşkiyanın istəyirəm keyfiyyətini burada işarə edeyim. Baxın, burada Drojdek pası verir Dalıya ki, Loşkiya. Loşkiya bedunun ki, baxın, burada dəqiqə vəqfi icad eləyər, topu saxlayır. O iraq ki, varən Hüseynzadəyə bu günlər variddir. Hüseynzadə çox top, indi qabaqda mövqeyiyyət görəcəm. Çox topu saxlayır. Və hərif gəlir, top alır biləsin. Yalnız da izafə topuna mənim nəzərimə bir oyuncu vərc edər. Heç hələ top burayı saxlayaq, nə mənə edir? Tez təxmini gəl tuta. Ağahi mühitisi ola. Baxın, bir buradakı topu Drojdek ver. Müşəxəs Loşkiya ondan qabaq baxıbdır. Həm timisin görüb ki, nə mövqeyiyyətlər. Baxın, bir təklər bir daha gözəl pas verir Fəziyə və boş təqribən peşdə müdafiə hərif və bir daha qəşəng fəzaki var idi Hüseynzadəyə. O mövqeyiyyəti sahib eləyir. Baxın, çox gözəl bir dənə mövqeyiyyət yaratdılar. Buradadır ki, Hüseynzadə dayandırır topu. Mütəəssifانه biraz da yerin keyfiyyəti top biraz dayanır. Bu da özü lift verir. Bir şey də buranı icazə verirsəz bərrəs eləyək. Baxın, bu gəlir müəvvətən dalında. Salsanın sarıda bununla bərabər gəlir və oğət yubadır Hüseynzadə. Baxın, burada. Dalıdan gəlir. Görür ki, o yaxınlaşır. Bəli, mütəəssifانه təsmin tutanmır və bizə çox böyük mövqeyiyyətimiz
Əlimizdən gedir dəqiqə 74-də. Vaqəən mütəəssifəm ki, bu moqiyyətdən istifadə edə bilmədik. Dəqiqə 76 bizim sağ tərəfdə olan sol tərəfindən müdacinədə. Santi ki, baxsaz ayrı bir tərbəmiz yoxdur. Əksərən fufulət sant elir və mütəəssifanə yaxşı eləyənməmişlər. Bizim difalar oyuncunu kəsələr və onların keyfiyyətinə şahidi və kəm diqqətli idi ki, Vahid Əmiri görürsünüz narahatdır. Bahis oldu ki, xoşbəxtانه bu bizim bəla və mövqiyyət olan vardı, başımızdan geçsin. Və Əmiri də şahid bu işlərdən ötürü, bu keyfiyyətin azlığından ötürü, pirozdan ötürü pleşiyə. Çünki vaqəən sinni çox yuxarılaşıbdır. Gedirik bir dənə vaqəən yine həsrətli səhnəyə ki, vaqəən mən baxanda çox hiss etmişəm bu səhnəni. Əlbəttə bu səhnə işlədiyimiz dəqiqədir ki, biz sol tərəfdən Tibor Həlloviç şahid bir dənə müəssisənin hərəkət elədi. Bu idi. Çox qəşəng şütlərin vaqəən sözü yoxdur Tiborun. Şahid 4-5 dağda bu şüt vursa, hər oyunda biri bizə gol yarada. Və 80-cı dəqiqədə bu gözəl şüt çox millimetr top olan qolların üstündən gedir. Bir dənə də mövqiyyət ki bizim var idi və 88-ci dəqiqəyə gedir. Axirə biz mövqiyyətlər çox ciddiləşir. Baxsınız hər oyuna tay. Biz axır dəqiqələr çox yaxşı mövqiyyətlər yaradırıq. Bəli, istifadə eləmirik. Onlar bir dənə mühafizələrin qabağında xəta veriblər. Postonski sant eləyir. Hamidillək tepki rivali sənəvatı güzəşdə qəşəng topu dəf eləyənmir. Yəni zərbi topu Postonski'də çoxdur. Bu bahis olur ki, çox cəlib. Hamidillək düz golün qabağına dəf edir. Buradadır ki, bir dənə yaxşı mühacim ya yaxşı bir dənə keyfiyyətli oyuncumuz olsaydı, bedunun ki foto vaxtı verər ya istop eləyə, fikirləşə topu yeklər vurardı. Çünki qabağında da bir şey yoxdur. Bir şeylə səhnə verəcəyik. Baxın, bir topun zərbi çoxdur. O dəf etdi düz golun qabağına. Mütəəssifanə Sedlar idi ki, o mövqeyə və Sedlar da bir dənə müdafiə idi. İşin canımızda yoxdur mühacim kimi eləməli. Mütəəssifanə əvəzin ki, müstəqim zərbə vura, istedi istop eləyə. O zərbi də topa. Və bahis oldu ki, top ayağından fasilə aça və biləxərə olan difalarda gəlib hətmən ki, o topu dəf eləyəcəkdir. O da mövqiyyət ki, əlimizdən getdi. Dəqiqə 94 və axirin səhnəyə bu oyuncu vaqəən həsrət bu ərz edim. Burada həsrət yedik. Bizim təqribən çox tədad oyuncudan həmlə edirik burada. Burada istəsək filiz eləyək və tədad oyuncuyu sayaq. Mən fikir edirəm. Bəli, 5 dənə bizim mühacimimiz var, 5 dənə də olan müdafiələr. Bir dənə xətt çəksək, axir olan bizim oyuncuya yaxın oyuncu ilə 5-5-ə müsaviz alıb qalmışlar ki, hesablamasaq. İdami səhnəyə giririk. Burada bir daha gözəl pas sol tərəfə. Ayub Hüseynzadə həmçinin topla vərc edir. Fikir verin. Baxın, Oğət yenə saxlayır ki, difa dəf edir. Xoşbəxtانه dəfə yetişir Nadiri ki, gəlib qabağa və icazi həmləsi var. Nüfuz eləyibdir. Gözəl bir dənə şütünə Nadiri çox diqqətli vurur bu səhnədə. Bəli, mütəəssifanə bədşanslıq gətirir. Hamidləşdən qutulmuşdu. Hamidləş təslim olmuşdu. Bəli, bir dənə olan müdafiəsi düz xəttin üstündən topu qeytər. Bəli, idamədə yenə bir gözəl mövqiyyətimiz vardı. Nadiri həmçinin vaqəən fövqəladə oynayır. Bu günlər Nadiri alın Daniyalı dedib, Nadiri dərz eləyim. Şütü vurur, ötürmür. İdaməsində yenə bir asan keyfiyyətli vaqəən sant eləyir. Burada mütəəssifanə həman bəğərz elədiyim məsələ qabağa gəlir. İstiqlalın ədəm etimad bir nəfsi, stresin çoxluğu, tələsmağı, ədəmi təsəllütü. Bahis edir ki, topu gəlir. Burada eləyə bilərdi. Halamımız top oynamışıq da. Müsəllət olsaydı vəziyyətə, Ağahi motis olsaydı, hətta gəl Raxintərin onun için 5-6 metr fasiləsi var biləsiniz. Eləyə bilərdi rahat topu istop eləyə bilsəydi istop. Və şütünən rahat mən fikirəm 99 dərəcə qola vuraydı. Əslən o işi görməyəydi. Rədd olaydı. Topa dəyməsəydi dağılısına bir daha baxın. Mən fikirəm əgər çırıqmasam Daniyal. Amma o der ki, bir daha gözəl şütünən qol vurur. Onu da ötürmür. Və onun da dalısı ki, nə eləyə bilərdi. Bir daha da ayrı qozinəsi ki vardı. Regi Loşkiyan da fövqəladə baxın. Dövrəsində xət çəkmişik burada. Loşkiyanın da mövqiyyəti vaqəən fövqəladə idi. Bir daha özünüz bərrəsə edin görün nə qədər qozinəsi vardı işte kanın. Bəli, bədtərin qozinə intiqab elədi. Onun əminə idi, şirciyə istedi kəllə vura.
Çox cəlibdir mənə. Ki burada məsələn Niyaz dəyərdi. Başlayacaq o zaman olar ki, bizim fasiləyə topumuz çox qabaqlıq olar. Və sanki mən görəm yetirəmirəm, özümə atam topa tərəf. Ay iştirak burada atmaq lazımdır ki. Bu top sənin sinəvə salıb bax. Özü zərbi də azdır topun. Baxırıq bu səhnəyə və həsrət yeyirik. Kəllənin keyfiyyəti yoxdur və əslən kamilən təslim olmuşlar onlar. Əslən heç günə əks eləməli olmayacaqdı əgər qəşəng təslim olsaydı. Axır dəqiqələrdəki bir dənə sarı kart verir Ayə Şucan etirazına görə və haşiyələr ki oyundan sonra yaranır. Dəqiqə 74-də iştirakalı gəlmişdi Haşim Necadın yeyini. Haşim Necad da özü görürsüz keyfiyyət yenib. Onun İskoçist də düşünür və onu çəkmişdi, iştirakalı yollamışdı. Şimdi təəssüfənə o da cavab vermədi ki, heç böyük mövqeyi bizdən aldı iştirakalı. 89-da da bir dənə bilmirəm, vaxt tələf eləməyə gəldi daha İskoçist və vaqəən ya intisarı var ki, ay Məsud Zahiri Kazımiyini gələ bizə bir iş görə. Drojdəki çək və onu gətirmişdi. 74 dəqiqə fürsət tapdı oynamağa. Ayə İskoçist haşiyə ki ərz eləydim bu idi. Gəldi. Oyundan sonra həm davəriyə etiraz elədi. Bu əksi görürsüz kamilən onun işarəsi. Ki mütəəssifانه bizim bir daha burada deyirlər ki yuyulmamış qarşılığımız var. Ay Hamidillək. İskoçist bombanı bir daha mürəbbi gəlir, etirazını yetişə davərə yetirir. Sizə nə rəbti var? Ay Hamidillək burada nəyə qeyir? Bu əksdə mən bilmirəm. Kamilən müşəxəs ədalacı verəcək. Bir dənə mənşurə hərəkət əncam verir. Filmlərdə görmüsünüz şayət. Sonra da əlin qoyub bu cür İskoçistə deyir, sakit ol. Və orada əsabı kamilən İskoçist dəbibinə, ləfsi demək olar dərgir olurlar. Hərfin mürəbbilə zadəgər ayırır və hamısı dəkdə götürürlər aparırlar. Mütəəssifانه çox çirkin bir hərəkətidir və mən canım var həmin qailəyi ki, keçən fəsil şucuya gəlmişdi qabağa və bir dənə məsələn yazdın o belə fişar, yaman, yox, şucuya o zaman yazısı olsa Peyğəmbər hər vəzifədə yaman deyildilər, pir usula gəldi, fişar qoydu filan. O belə fişarın üstündə hala mən də təyin eləmirəm şucanın hərəkətini. Bəli, istəyirəm deyəm həmin müşabih hərəkəti vaxtı bir daha ayrı oyunçu bir daha timdə görür. Mütəəssifانه cami futbolu, həmin komite inzibati filan heç günə biz əməlkərd və feedback görmürük bunlardan. Mən bilmirəm bizim qanımız rəhlidə olan, qanlar rəhlidir. Mən bu sualıma bir cavab versin xahişən. İndi mənim canım vardı, sabahı bir daha hətta gələ bir daha komite inzibati bir hərəkət əncam verəydi, məhrum olaydı. Taht Sanəvi tez bir daha gətirildi. Taht Sanəvi məhrum elədi oyunçu məmurun rival oldu. Və çağırırlar, deyirlər ki, yox, nə idi bu hərəkət? Məncə bu büyünəcən ki, 2 gün üstündə oyundan keçir, bir şey görməmişəm. Dəqiqət fikirəm bu heç günə əks eləmələ göstərməyəcəklər. Və o axırdakı bir dənə də hərəkət vardı ki, Tehranın medialar istədilər ondan balıq tutalar. İskoçist gəlir istənir Şocuya və həqli istənir. Çünki Şocuya vaqəən oyunda o qədər sarı kartalı işte yeri yoxdur bir daha heç nədir sarı kartalı. Ki burada alır, davərə etiraz eləyir və İskoçist də işarə eləyir burada ki, mən gərək danışım, nə sən. Çünki sən danışdın, nəhayət sarı kart verəcəklər və məhrum edəcəklər bilər. Əvvəl nəhayət mənə versələr sarı kart heç də olmaz. Və vaqəən yerli bir daha etirazdır. Şocuya burada indikat vardı ki, özünün yalanından məhrum edir. Çünki bizim difamız sabitdir. Şurada olmasa sabah fikirəm Milad Koro oynadacaqdı. Ya Fərşad Fərəcini verəcəm. Bir dəqiqə oyun verməyibdi. Və müşəxəs ki, bu oyuncu amadə olmayacaq. Məsələn deyirəm, gələn oyuncu bizim Mələvanandır. Şurada olmasa necəsə Mələvan da bir daha fikirləmirəm. Cədvəldə də baxsız yuxarılarda sadə bizə hərf olan. Neynəməliyik? Amator hərəkətdir bunlar məncə. Qəbul deyil. Şuca kiminki kapitanı tim milli hesablanır. Bir daha təcrübəli oyuncudur. Topuyun fikrim axirlədir. Ərz olsun xidmətçə ki, burada bir dənə amar ərz edeyim. Timlərin əməlkərdindən bizə metrika bu amarı veribdir. Hala bilirsiniz saytların əksərlərini amar olar. Bəli, mən bu oyun icazə versəz metrikadan oxuyayım biləcəm. Heç ki nəticəmiz mütəəssifانه qutardı. Bu zalibdir. Yəhya da müsahibədən demiş ki, axırda traktor xoşaldı bu müsahibədən. Bilmirəm nə mənə yercək xoşal olaydı. Biz narahatıq ha Yəhya.
Umidi gol hər iki tim təqribən yaxındır. Bizimki biraz çoxdur. 0.96, 0.90 olan ki. Umidi gol cəryanı bazı yine bizimki çoxdur ki 0.88 bizimki idi. 0.37 olan ki. Onlar çoxdur zərbi azadla avutdan çalışırdılar gol vuralım. Ona görə cəryanı bazılar aşağıdır. Umidi zərəbat isqayı dəqiqən mənim sözüm burada təbir olur. 0.53 onlarınkıdır. Bizimki 0.08 yəni 8 sədum. Bu bizə bir daha böyük zəfidir. Biz niyə kornellərdən istifadə eləmirik? Biz 10 dana kornel vurmuşuq bir oyunda. 0 mövqeyyət. Axır korneli ki biz vurmuşuq və qol olubdu. Yadınıza salın. Mənim yadıma gəlir. 2 fəsil qabaq bir daha Alves Sant elədi. Ağası qol vurdu, ya Şuca qol vurdu. Vaqəən burada da nəqsimiz var. Bizə bir belə mövqeyyəti zərbə azad düşür, kornel düşür, 0 mövqeyyət. Və bu da elə kamilən amırda da müşəxxəsdir. Bu oyunda elə o cürdür. Umidi gola penaltımız yox idi və şuti ki biz vurmuşduq. 9 dana bizimkidir. 9 adılar. Burada bərabərik. Bəli bizim çarçovada vurduğumuz onlardan çoxdur. Onlarınki azdır. Biz 3 dana vurmuşuq. 2 dana da onlar vurublar. Diqqət şutda. Düzdür bizimki də bir dana. Bəli birləxərə biraz çox dərəcə olardı. Malikiyyət 53-47-yə yenə orada da təqribən yaxın idi. Olan nəfin idi. Behter'in oyuncu tepki mənim də intizarım Məhəmməd Nadir Metrikan intiqab edib ki, vaqəən o da o ucundadır. Mütəəssifانه Tim Milliyə çağırmadılar bu FIFA deydə və şayad əslən səhmiyə Bəttəyevlə timlər vaqəən haqqı idi. Igor Postonski 7-78 nadir idi. Igor Postonski 2-ci oyuncu idi ki 7-71 və Sasan Ənsari 3-cü oyuncu idi ki bizim qədimi oyuncu idi ki vaqəən də yaxşı oynadı. Xüsusən o zərbəyi ki gəldi Hüseynzadənin qabağında aldı. Bir daha qol aldı şahid bilələn. 7-65 10 nömrə alıbdı Sayti Metrikadan. Ərz olsun xidmətçə ki müsahibəyə skoçsuzda xülasə ərz edeyim ki o deyim mən əslən razı deyirəm müsahibədən. Bəli bu nəticə fikrim adilanə idi və kinayə ilə bu deyib olaraq ki Dərvazban mənim Dərvazban nə ki vaxt tələf edir. Çünki bilirsiniz bu oyun hətta 7-8 dəqiqə Hamidlə şey yatdı yerə. Hala axirə də laki verdi yerində. Bəli bir dənə böyük də əngəlliyi ki vardı oyunda bu yeri atıb və vaxt tələf eləmək üçün təəssüfənə İran topunda bir daha epidemiya olubdu. Ki gəlirlər baxsa bizim qabağımızda ki görürlər kəm gətirirlər. Fəzrin oyunda da o təkrar oldu bir dənə hərbi olubdu təqribən. Ki gəh onun qabağında kim dayanar? Heç vaxt skoçsuz dayanamaz, oyunçular dayanamaz. O adam ki gərək bu hərəkətin qabağında dayanar, məncə davərdir. Gələ sarı verə, oyunculara ixtiyar verə, hətta ixrac eləyə və obslərin də hesab gələ əlinə. Bəli vaxtı davər mümaşat edir. 8 dəqiqə qol vaxt tələf eləyir. Bu 5 dəqiqə vaxt izafə tutdu bu oyun. Və onda bu oyuncu da rahat eləyə bilir, əməlin əncam verər. Çünki davər də şey yoxdur ki məndən. Davərdə mehribananə bərxurd eləyir, bərəksir biz. Deyir mənim oyuncularım xəstə idilər. Skoçsuzun müsahibəsinin daməsinə ərz edin xidmətçə. 4 gündən bir oyun oynayırıq. Vaqəən də İranlı topçuların bu cür zərfiyyətləri yoxdur, mən qəbul edirəm. Bəli, biz də eləyə bilirik, tərkibimizi mütəğəyyir eləyirik ki, mütəəssifانه Skoçsuz bir daha sabit tərkiblə gedir və şərait cəvidən də işləyirlik eləyib ki, bu bizim ikimizi çətinlətmişdi. Yəhvaz ehtimalən şəhərci və istiymiş. Əvvəlci birinci yarıda istədik ki, oyunu kontrol eləyək, bəli. Axır dəqiqələrdə çox yaxşı mövqeyyətlərimiz vardı ki, ona xatir mən müzayətim yoxdur müsahibədən və bəli nəticə ədalətə yaxın idi. Bir dənə xəbərnəgarların bir-iki soruşub təhdifkardır sənin oyuncun və vərzişgahdaşı tamaşaçılar da o etiqadda o idi. Deyib o sizin şəxsi nəzərinizdir. Bəli eləyənməzsiniz bu hamıya təmin verəsiniz. Siz anadan hamı ilə danışmamısınız. Bu qol erim burada kinayə ilə deyib də titr eləmişdilər xəbərguzarlarda. Mənim qol erimdə ki vaxt tələf edirdi. Bəlkə hərəfin qol eri idi. Biz axır dəqiqəyəcən də cəng elədik və əlləşdik ki, oyunu tutaq və mən əsəbi deyirəm və nəticədən razı deyirəm. Məndən sizdən icazəm vardı. Siz məndən sual soruşasınız. Nəinki nəzəri şəxsi deyəsiniz. Və hala indi deyib ki, Yahyada mən arzu müvəffəqiyyət edirəm. Bəli, bu oyuncu İran futbolunda ərz elədim xidmətçi. Yerinə düşüb ki və qol iyimi seyir, uzanı yerə səhərli oyunun vaxtını tələf eləyə, əslən qabil ehtiram və xoşayənd bir hərəkət deyir.
Hala bunu da ərz edeyim xidmətçiyə ki, bizim hala şəxsi mənim nəzərim budur ki, biz gərək bu müşkül qozlarımızı həll edirik. Bihtarin xətti həmli keçənkilicə əslən ləyaqət və layiqanə bir zayqah deyil. Bizim kullən bu lig başlanandan 6 dana qolzədəmiz var. Ki, məxsusən Aluminiumun həsb eləsə oyunun burası mühimdir ha biləmizə. Çünki Aluminiumda 4 daha qol vurmuşuq. 2 dana biz kulli oyunlar ki biz Aluminium qol vurmuşuq. Yəni 5 həftə 2 qol, bir oyun 4 qol. Çox vaqəən faciədir. Mən buna bir daha müşkül görürəm. Halıcı Asiyayı da bərəs eləyək. 2 də Asiyayı oyun 1 qol. Yəni onu da cətib cəm vursaq bundan 7 daha qol vurmuşuq cəmində. Neçə daha oyunda? 6 daha burada oyun oynamışıq, 2 daha durdu. 8 oyun 7 qol. Hər oyunda 1 qol yetişmir. Bəli, biz iddia edirik ki, Bihtarin xəttidir. Hala burada indikatör var AS Koçusta üçün biz tamaşaçılar hala bizə deyə bir səvat elmi futbolumuz az hər kimin. Bəli biz ehsas edirik bu gün nəyəsə. Çünki bizim mühacimimiz yoxdur. Tamam konəndə yoxdur. Hala AS Koçu müsahibələrdə buyurdu ki, mənim timim 50 daha Kerem qolu vurub bu cür bir söhbət elədi. Dəqiq ədəd yadımda deyil. Bəli, o cür əməldə indi biz görürük. Bizim timin müşkül qol zənisi var. Bunu heç kəs dana bilməz və gərək həll ola. İstəsək ki, rütbəmiz çoxala. Bir daha biz cədvəldə indi biz cədvəldə ələm baxırıq. Ərz edeyim xidmətçiyə ki, biz sədrdəyik. Düzdür ki, görürsünüz. Bəli, bu bir daha məsnui sədrdir. Çünki bizim vaqənlik çox məsxələ haləti var indi. Niyə bu deyirəm? Çünki əvvəl dedim ki, biz 6 dana 9 imtiyazla gələk əşaya, Qulqohər, Mələvan, Aluminium, İstiqlal Xuzistan. Hala burada da dinə arasında deyim, İstiqlal Xuzistanın 3 imtiyazını kəsr ediblər bu xatirə hala bəzi məsail inzibatıdır. O əgər qeydsə ki, 50-lə qeyd elə, da biz əvvəl dəyirik bu cədvəldə. Onda İstiqlal Xuzistan sədri gələcək. Feylən hələ bizik. Xo'p, gələk əşaya çadırmalı, Piruzi, İstiqlal, Peykan, Xurramabad, Xeybəri, Fəcr, Sipahan, Fulat. Buradan neçəmizə də rədd olur? 13-cü rədə. 13-cü rədədən ta bizə 3 imtiyaz fasilə var. Və bu kamilən nişan verir ki, bizim cayqahımız məsnui cayqahdır. Heç güvənmək olmaz bu cayqaha. Ki, deyək, sədr deyək. Çünki Fulat eləyə bilər. Bir daha uta və biz Allah eləməmiş ucaq əldən verək və o ilə bizim yerimizi tutar. Məsələn dedim Fulat. Yəni 13-cü rədənin, 1-ci rədənin 3 imtiyaz fasiləsi. Ona xatir bu lig feylən hələ qızışmayıbdır. Bu lig yerini tapmayıb. Həttəmən ki, fərqli olacaq. Bu rivalda getməyəcək qabağa. Və bir dənə əziz dostumuz ki, qəşəng söz dedi bu lig əgər indi gələn həftələrdə biz eləyəməsək, qopardaq özümüzü, yəni neyniyək? Yəni utaq və cədvəldə qopaq o timlərdən hər hansı tim, 4 dənə tim məmulən biz bunların müddəi qəhrəmanı ki, biri bizik, Sipahandır, İstiqlal və Piruzi, bunların hər hansı eləyə bilsə, özünü tez tapar. Və qopa opsilərdən məncə qəhrəman olacaq bu fəsil və bunu mən indi deyirəm və yadınızda qalsın. İnşallah da umurumuz budur ki, bizim tim olub qopa. Özümüzə gələk, hala bu iki hamıya biz təşər vuraq, hamı ilə məsələn bir cür rəftar eləyək ki, heç kəs heç zat bilmir və biz bilirik. Bu məncə bizi bir yerə çatdırmayacaq. Hala inşallah gələn oyunlarda girə bərrəs elərik. Kamil, mövzunu və gələn həftədə əlbəttə həftəyə lig bərtərimiz var. Çünki gələn 2 həftəyə yaxın milli oyunlar var və ligimiz tətildir və əlbəttə bizə həm istirahətə babətindən ki, çox fişarlı oyunlar var aramızda, həm də müşkül qolzəni və təmini babətindən yaxşı olur ki, kadr fənnimiz işlər inşallah oyuncuların üstündə və bizim o müşkül qolzənimizi həll edər. Çünki feylən tanıyım fəs, hələ feylən oyuncu biz alanmarıq və Gələməm timində qəsd ola bir oyuncu almağa. Gələn həftədə inşallah, gələn həftəyə ərz elədim ligdə. Biz Mələvanla oynayacaq. 7-ci ayın 25-i, Mehri ayının 25-i saati 6-nı bir rubda. Ehtimalən bu oyunun dezildi olar. Hala tamaşaçı kim gələcək filan olar. Şeyirəm oyunlara bir gün qalan bəlli olacaq ki, ehtimalən xanımlar olar və umuram ki, o qəzayı ki, Fəzrin oyunda gəldi qabağa, bu oyun başımıza gəlməyə.
Və dəvət edirəm bu video və gələnki videolarımızda da bizlə yol bir olun. Xahişim budur, komment yazın, gəlib fəqət baxmayın. Mən ricam budur ki, feedback göstərəsiniz, like eləyəsiniz, share eləyin, paylaşın dostlarınızla. Və bizə layiq olan o sayı ki, gərək ola kanalımızda, o sayıya tez-tez çataq, biz də ruhiyyələnək inşallah. Keyfiyyətli, daha artıq enerji ilə sizin xidmətçisi olaq. Əziz dostum, bir dənə gözəl komment aldıq keçənki videoda. Mən burada yerli görürəm ki, kommenti yazanından təşəkkür eləyəm. Böyük mənə ruhiyyə verdin. Sağ olasan, səni hər yerdə sənə bu videoya baxsan, istədim ki, mənə o verdiyin enerjini qaytarəm özümə. Vaxtınız xeyir olsun. Yaşasın Azərbaycan, yaşasın traktor.